Xan, nə vaxt alacam? Varlazlarla mən. Buyur. 400 göndərəsiniz, hə? Keçən ay yaxşı oldu. Təşəkkür ediniz. Yenə qeyd edeyim bura. Noyabrın, yox, dekabrın pulunda elədir, hə? Ayın 19'u 28'i. Niyə 28-i? 28-i dekabrın pulu olmalıdır, yox, yanvarın pulu. Ay arasında ödənizdə Sevişxan, gecikmərəm. Yox, dekabrın pulu yanvarın 22-sinə qədər ödənilməlidir. Çünki 22-sində yeni pul başlayır. 28-i yanvarın... Yox, niyə eləyirsiniz ki? Bir ay. Mən yerimi dəyişdirirəm. Sevişxanda da yanvarın pulu. Yox, dəyişmək alım Sevişxan. Mümkün deyil. Yox, onda sən get-gedə daldala atacaqsan, nə olacaq? O pul da o ayın ərzində alacaq. Növbəti ayda alacaq. O səhv danışırsan. Mən dekabrın pulunu 22-sinə qədər, yanvarın 22-sinə qədər almalıyım. Çünki 22-si yeni pul başlayır. İndi sən 28-i... 22-sindən sonra siz indiyə qədər... Bir dəqiqədə sözümü deyirəm. Bir də çox hər şey olub burada. Cür olub. İndi mən dekabrın pulunu əgər yanvarın 28-i alsam, sabah deyəcəksən ki, o 100 manatı necə elədin, dedin ki, kompüterə salmışam, Zeynəbin teknik göstərmədi mənə, sonra 400-ün dalına keçəcəksin. Məni ayın 22-sinə qədər sal. 19... Sizin indiyə qədər heç də yolunun dalına keçilməyib. 22-sinə qədər, yanvarın 22-sinə qədər dekabrını ödəyin. Nə vaxt gəlin? Gələn ay 22-sinə qədər eləyərəm. Bu ay qrafik yazılıbdır, onu dəyişmək mümkün deyil. Fevral ayında eləyərəm. Siz deyən kimi eləyərəm. 22-sinə qədər yaz. Nə vaxt oldu? Nə vaxt alacam pulu? 400. 2 dəfəyə bölürsünüz də. Hə? Neçəsi oldu ayın? Laliyə də deyərəm o. 19'u 28. 19'u 28. Yaxşı, sağ ol. Güya başa düşmür də ki, 22-sinə qədər ödəməlidir. Deyil, dekabrın üçün nə elədim? 22-sinə qədər. İzah edəyəm ki, baxsa müəllimi lazımdır bunlara. Sami'nin əlinə pampers lazım deyil, Allah gətirək. Əsəbləşdirir məni. Əsəbləşməmsən, yox, stres elədi. Özün qoy giz yerinə, ya mənə qoy giz yerinə. Gizim bilir. Anormal. Kim? Sən yerinə qoyur. Cəmatı almadı. Beləcə doluyurlar da.